اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. والعاقبة والمتقين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين أبي القاسم محمد صلى الله عليه وآله وسلم وآله طيبين طاهرين. Assalamu aleykum və rəhmətullahi və bərəkətuhu ey əhli müslimin. Bugünkü bu buraxılışında sizə Qurban Bayramının namazı və qılınma qaydası haqqında bəhs edəcəm. Bu bayramın çox gözəl və İslam dünyasında gözəl qarşılanan bir bayramdır. Bu bayramda hər bir şəxs, hər bir insan qurban kəsər və kasıblara, ehtiyacı olanlara kömək edər. Bu bayramın əməllərindən biri də bayram namazının qılınmasıdır. Yəni bu namaz fitr namazı kimi qılınır. Şiə alimlərinin mötəbər rəyinə əsasən Qurban bayramının eləcə də fitr bayramının namazı sonuncu İmam Hüccət İbnül Həsən Əlcəlallahu Fərəcə, yəni İmam Sahib Əz-Zaman qeybdə olduğu müddət ərzində eləcə də bizim zamanəmizdə qılmaq müstəhəbdir. Tək halda da qılına bilər, cəmaatla da birlikdə. Lakin İmamın Əlcəlallahu Fərəcə qeybdə olmadığı dövrlərdə isə bu namazları qılmaq vacibdir və cəmaatla qılınmalıdır. Bu namazın vaxtı gün çıxandan zöhr namazına qədərdir. Bu namaz 2 rükətdir. Yəni bu namaz haqqında da sizə indi qısaca bir məlumat verəcəm və izah edəcəm. Deməli, namazın birinci rəkətində Həmd və İxlas surəsi oxunduqdan sonra 5 təkbir, Allahu Əkbər deyilir və hər təkbirdən sonra da bir qunut, yəni Allahümmə salli əla Muhammed və ali Muhammed tutulur. 5-ci qunutdan sonra bir daha təkbir deyib ruku və səcdə edilir. Birinci rəkət sona yetdikdən sonra ikinci rəkətdə 4 təkbir deyilir və hər təkbirdən sonra bir qunut tutulur. 4-cü qunutdan sonra isə bir daha təkbir deyilir və ruku və səcdə edilir. Və namazın sonunda isə təşəhhüd və salamlar deyilir və bununla da namaz sona yetir. Müstəhəb namazlarda olduğu kimi bayram namazında da azan və iqama deyilmir. Amma bəyənilir ki, cəmaat toplaşandan sonra namazı qılmağa hazır olmaq üçün imam cəmaat və ya onun mükəbbiri 3 dəfə əs-salat kəlməsini desin. Əgər şəxs bu namazı tək qılırsa, əs-salat kəlməsini demək lazım deyil. Yəni vacib deyil. Buna görə ki, əs-salat kəlməsi cəmaatla qılınan halda həmin namazın qılınmasını elan etmək üçündür. Bu namazda gözəl olardı ki, yəni bəyənilir ki, Həmd surəsindən sonra hər hansı bir xüsusi surənin oxunması müəyyənləşməyib. Amma namazda oxuna bilən surələrdən hər hansı birini oxumaq kifayət edər. Lakin birinci rükətdə Həmd surədən sonra bəyənilir ki, Qur'an-ı Kərimin 87-ci surəsi olan, yəni Ə'la surəsini oxumaq. İkinci rükətdə isə 91-ci surə olan Şəms surəsini oxusun. Və qunutda da gözəl və bəyənilən olardı ki, bu duanı oxusun. İndi o duanı mən altda bildirəcəm, yazacam. Kim istəsə götürə bilər, halal edirəm. Amma yenə də sizin nəzərdə çatdırım, o duanı oxuyun. Allahumma əhləl kibriyai vəl-əzəmə və əhləl cudi vəl-cəbərut və əhləl əffi vəl-rəhməh və əhləl təqva vəl-məxfirəh. Üzr istəyirəm. Əsəlükə bihaqqi hazəl yəum əlləzi cəaltəhu lil-müsliminə idən və li Muhammedin sallallahu aleyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidə. Ən tüsəlliyə ələ Muhammedin və ali Muhammed və ən tudxiləni fi kulli xeyrin. Ədxəltə fihi Muhammeden və alə Muhammed
ve en tuhricani min kulli suin ahrajta minhu Muhammed ve ala Muhammed. Salavatuke aleyhi ve عليهم أجمعين اللهم إني أسألك خير ما سألك به عبادك الصالحون وأعوذ بك مما استعاذ منه عبادك الصالحون المخلصون. Yani bu konuda dediğimiz duanın tercümesini de sizin nəzərinizə çatdırım. Burada biz Ərəb dilində buyurduğumuz kimi Azcan dilində də sizə tərcüməsini bildirim ki, anlayışınız olsun. Ey böyüklük və əzəmət sahibi olan Allahım! Ey səxavət və ən üstün dərəcələrdəki ehsanatın sahibi! Ey bağışlayan və rəhim edənlərin maliki! Ey təqva! Mərhəmət və bağışlamağın əsli! Müsəlmanlar üçün bayram və Muhammed sallallahu aleyhi və səlləm üçün axirət dayanacağı və üstün şərafət qərar verdiyin bu bayram hörmətinə Muhammed və Ali Muhammedə salavat göndər. Və onları nail etdiyin bütün xeyirli və faydalı işlərə məni də nail et. Muhammed və Ali Muhammed sallallahu aleyhi və ali qoruduğun bütün pis əməl və çirkinliklərdən məni də qoru. İlahi, ya Rəbb, salih bəndələrini müvəffəq etdiyin ən yaxşı və üstün dərəcələrə məni də müvəffəq et. Ey Rəbbim, salih və yaxşı bəndələrinin sənə sığındığı hər biri bəyənilməyən əməldən sənə pənah gətirirəm. Böyük din alimlərinin biri olmuş Seyyid İbn Tavus rəhmətullahi aleyh belə rəvayət edir ki, bayram namazını bitirdikdən sonra səcdəyə gedərək bu duanı oxuyun. Əuzu bikə min narin hərruha la yutha və cədiduha la yəblə və ətşanuha la yurva. Tərcümədə bunu bildirir ki, ilahi, istiliyi azalmayan və odu sönməyən, yandıqca aradan getməyən və onda məskunlaşan, susuzların ürəyi sönməyən atəşdən, yəni cəhənnəm odundan sənə pənah gətirirəm. Yəni, bildiyimiz kimi, bu 2013-cü ildə bayram namazının qılınması sübh namazından zöhr namazına qədərdir. Bu, oktyabr ayının 15-i və 16-sına 15-i və 16-sı qılınmalıdır. Yəni, oktyabrın 15-i bayram gecəsidir, 16-sı isə bayramdır. 16 sübh namazından sonra saat 9-da hər il olduğu kimi Təzəpir məscidində, yəni mən oranı tanıdım, oranı bildim deyənə bunu sizin nəzərdə çatdırıram. Təzəpir məscidində saat 9-da qılınır. İnşallah gözəl olardı ki və savabı böyük olardı ki, insanlarla birlikdə namaz qılasınız. Mənlik bu qədər kimin nə sualı və yaxud da hansısa bir təklifi olacaqsa, Allahın izni ilə kommentlərdə bildirin. Assalamu aleykum və rəhmətullahi və bərəkət.